Herkese salam dostlar. Bugünler gördüğünüz gibi Minecraft'ın 3. bölümünde. Aslında bu günler çektim. Değil mi için çektim? O yorumu atan oğlan var ya. Ona göre attım. 2. bölümde yazıp ki 3. bölüm tez gelsin. Ben de tez şekilde o birisi gün çekmeye başladım. Onda sizi çok gözettirmeden videoya geçeyim. Hem de o oğlan video da atsa en sona yorumunu paylaşacağım. Ona baksın. Yani yorumunu orada göreceğiz. Yorumunu. En sona kadar baksın. En sonunda yorumu koyacağım. Burada özüm için yemeği için ineği farmı dikmişim. Farm demek olmaz yani yemek. Bugünleri videomuzun şeyi odur ki edeceğiydi bugünlerde neydi adı? Sözler yadımdan çıkıyor. Yerimizi büyüteceğiz. Burada daş farmını kurmuştuk birinci bölümde. Ondan indi daş kıracağız. Onda biraz afakı yandıktan sonra mesela daş yağacak. 3 bölüm olacak bu. 4. bölümü gelmeyecek. Minecraft'ta ne videosu istiyorsunuzsa yorumlara cəld şekilde yazıp Minecraft oyunundan oynayabilirim. Yani böyle korkulu oyunlar da oynayabilirim. Çok şey oynayabilirim. Siz istiyorsunuzsa ne kadar oyun oynayarım. Hadi yanıram. Sus. Az kalsın öldürdüm. 12 tane daş yağmış şu an. Buraya özümü bağlayacağım ben. Çıkmıyorum. Fakat yanabilirim. Bakın çıkabilirim hele. Ona göre de buradan sonsuz daş elde etmeyi harmadı da bura. Biraz kasıldıktan sonra çok rahat. Yani alanımızı bölgebiliriz. Geçer video olsa yorumlara yazarsınız da o dünenleri yazan oğlan yok seksen bizim hayatımızda. Ömrü boyu ben seksenle yaşamışım. Ben seksen demediğim gün yoktu. Xoşlamırsansa demərəm, yəni. Yəni xoşlamırsınızsa deməyimi demərəm də videolarda. Biraz göreyim neçə daşımız olacaq. Bunları balcalaşdıracağım ki daha şey edebilim. Neydi adı? Necə edirlər onu? Daha az işlədim daş. Necə edirlər onu? Yarım daş. Yox, ayda bunu necə edirlər? Yarım daş necə edirlər? Hadi. Bunlar yani her bir 3 tane blok daha çok alırıq diye bunu işlətəcəm. Bunun bütün alanımızı böyütmeye çalışdım. Yani ben video qırağında mən nə qədər yerə düzəlmişəm. Baxın, bütün buranı düzəltəcək. İndidən başlayaq. Məncə maraqlı video deyirəm. Maraqlı videolar. Test ki. Daha Minecraft oyununda ben qorxulu oyun fikirləşirəm bu son dəfə çəkim. Onda yanımızda əli olacaq. Yəni o bir videolarında əlini görə bilərsiniz, amma yəni oyuna hər bir yəni komanda kimi işləyirik. Onun da kanalı var. Onun da kanalına abone olursunuz. Çok sevinirik. Ama orada Rusça başa düşürsə gidin izləyin. Məncə. Anda deyim Mıra Ali 2014.
Bu YouTube'da biraz abonem artsa meşhurlaşmaya biraz kaldı. Biraz da geçsem sabaha meşhurlaşıram. Bitke meşhurlaşıram. Bu günler bir takipçim gelip. Bence Qaşay takipçiydi. Günde elə bir takipçi gəlsə, və sonraları qalxacaqdı. Gündə 5 takipçi gəlsə, məncə 10-15 günü 2000, 1000 olmaz. 200-300 takipçim var bir aya. Yanırlar hamısı. Yanmasalar yaşarlar. Mən bu qədər əziyyət çəkib sizə üçün qəşəng videolar çıxarmaya çalışıram. Sizə sonrası bir like, bir dənə abunə olsanız çox sevinərəm. Biraz qasılaq. 64 daş edəyik. Sonra gedək. Sən də gəl bura. Ama 16 tane 64 olur diyesen. 16 tane taş 64 taş olur diyesen. Ödeştim burada. Özüme demir kazma yiyip kazma tarar. Patlıcanı. Demir kazmaya iyi taş kazmam var. Tesis edeyim. İşte koymuşam ki tez olsun. Burada da kutulara erdik. Su. 2 dakika afık. Sonra da işimiz bitir. 2 tane burada. 3 oldu. Buradan da çevirmeye yukarı aşağı çok çetin diye. Gitmir aşağı. Gitti. Ayda bunu satmaya yoksa bir daha mekanizma düzenlerdim. Üstü daş farmının mekanizmasını göstereceğim, öğreteceğim. Yani size öğrenip, yani benden öğrenip gelip siz de işleyebilirsiniz taktik. Şimdi bu sandığı işledik. Şimdi gideyim mekanizmamızı düzelteyim. Şu ayda bunlar da demirlerde. Bunları da bütünleştirirsen. Şeyler. Her yere koydular. Şimdi bu atı da koyak. Dokuz tane demir. 4 tane de buradan 6 tane demir. 14. Şöyle yavaş yavaş kasılır.
Neredeydi? Blok lazımdır bize. Heh. Doğrudan sandık. Hadi bir tane basti. Beni de ikisini oraya koyduksa güzel. Şimdi gidelim. Mekanizma geldi. Biraz bu setin mesela oldu. Setin çünkü mekanizma geldi. Oydu abi. Mekanizma düzeldi bile. Bak bu taktik de öğrendi yani. O araya taş koyabilmiş yani. Bak bu taktik öğren. Ama öğrensin. Bakın yani. Buradan blok koyabilirim. Ama öğrensin ki. Ama bilsin işte. Hem için asan da olsun. Sonra da taşlar yanmayacak. Hadi yiyorsun. Karadan göre. Mesela olacak biraz bunu kurmak. Nereye bu ya? Böyle iyi. Şimdi. Gelir sandığa. Ne için gelmiş? Bırak bunu. Hadi yeri şu yayda. Bura ne için gari? Anda ile oraya gelsin de bizde. Farmayı. Çok 12 dakika 41 saniyede kaç oldu. Video çekiyor. Hiç ne bilmemiş. Çok yavaş geliyor. Biraz sürat değişmeli. Ne oyun istiyorsunuz mənə yazarsınız yorumlara. Mən də onu güzel şekilde sizin için çekerim. Ayda biraz bu çetin mesele oldu. Bu yeri dikmek, daş kazmak en pis çetin yeridir. Bir de qıyanına bakıyam mən. Geldim. Göreyim ne kadar taş yığılıb. Ya da yuxarıda biraz qazaq. Evet, çoxlu yığmalıyıq. Bir dənə oranı eləməyəcəm, çoxlu eləyəcəm. Bir dənə basmağa qoymur. Ya da belə təs gəlməz. 58 dənə. 1 50 görmürəm mən. Çox balaca görsənər. Mən özdə sizdən bir dənə kömək istəsəm, bir dənə kömək yersiniz bana. Mən indi Tapcot proqramı işlədirəm. Mən başqa qəşəng proqramlar bilirsinizsə, mən bir dənə o yorumlara yazarsınız. Mən də o proqramlardan istifadə edərəm. Yəni mən rahat ola biləcək proqram varsa, daha qəşəng çəkim edə biləcəyim proqramlar varsa, yorumlara yazarsınız da hansı proqramdır.
Hamısında bir mən bütün yorumları oxuyuram, indidən deyim. Yəni görüm qəşəng proqram varsa, onunla çəkimlər eləyərəm. Daha göre 64 oldu. Bura məncə belə iyi oldu ki. Baxın. Ne üçün qoymur? Yani yolunu bağladım. Neydi? Kurtat. Su. Şimdi. Şimdi düşeceğim yere. Ne için koymayayım? Ha, bura koyacağım. Burada bir tane yol düzelteceğim. Altından bir tane yol düzelteceğim. Bu yolda biraz çetin çekeceği. Çok çekeceğim de. Hele bence bu kadar bəsdir də. Bu kadar iyi. Hadi. En yaxşısı. Su. Peykamız hazırdır. Şimdi. Gedək oradan bir tane sandık getirək. Bir tane sandık. Sonra gittik. Şimdi. Bir qəşəng daşmış. Yığa bilmirəm ki. Bunlar da işləmir. Ne üçünsə qəşəng. Bu video həddən artıq çox uzun çəkəcək. Dəmirlər də gətirək özümüzə. Ne üçün olmur? Bir dənə qazıyaq. Burada qaldı. Ne üçün gedimir bu? Bir də onun yolunu bilən var. Bloklar. Ayda. Bloklar gitti. Şimdi. Bunlar geldi bir şey. Sizin o adam hardadır? Bunlardan 2 tane var burada. Sen takın. Özde. Mənlə Roblox'da zat video çəkmək istəyirsinizsə, Roblox oyuncu adınızı yazın. Bura mən sizə istik atım. Yəni atdımsa Nurlan Huli 4 mənəm, yəni sizə. Mən istekləri çox adam mənə istek atıb deyə qəbul edə bilmirəm ki, hansı oldu olacaq. Mən amma sizə istek ata bilərəm. Bu çetin gelir aşağı. İndi gedək nə qədər yığmağa. Yəni yer doldurmağa. Bir dənə şey düzəldim.
Taxta var, yox, yoxdur. Sən gəl bura. Gəl. Hara gəlirsən, ya düşdüysən? Mən ki daşımı qazıyım ya da yox. Buranı böldüm məncə. Test şey buralarda. O oğlan hələ videonu izləyirsən, yəni ikinci bölümdə yazdığı yorumu, yəni sonda yorumu qoyacağam. Yəni yorumunu görmək istəyirsə sonda, yəni üçüncü bölüm gəlsin, onu sonda qoyacağam. Sona qədər izləsin, sonda görsün özünü. Bəlkə sabah paylaşıram bu günləri çəkib. Buralarda tez quraq. Bu yan qutarır, bitikə qalıb. Biraz da sırdıq bu yanı bitdi. Fisa. Qazmamca qırılır, bitikə qalıb. Bitikə qaldı. 15 tane satar bura. Oldu 16. Çatmayacaq. Böyle yiyək. Qalmış idi deyəsən envanterdə. Hə, qalıb. 20 bitikədə satar məncə. 8 sənə, ayda 9 sənə lazımdır. Yox, çatmır. 2 dənə qıraq, 3 dənə. Orada pəkən qırdım. Yetti də. Su. 3 saniye bir tane olur. Bu taş farmı sayesinde biz her şeyi yapabilir ve rahat. So. Yetti indi son yerler tikmeye. 1, 2, 3 sonuncu blok. So. Bu yan bitti. Son indi bu yan. Buradan sona kadar aparacağız. Buralarda tez kurak. 3 tane. 2, 3. 2. So. Buranı da böyle. Eliyle geliyor. Şimdi bu bloklarla da kurak hamısını bırak. Ve hamısına 3 kalıp 3 hamısını getirir. 2 buradan. Ayda bunlar şuraya. Düştüler. Şimdi biri burada sandıkta bloklar yazıyor. Ender gözlerim var ya koyacağım onu. Ve şimdi buraya gidindi. Yüreği burada da bir şeyler koymuş idi, dikmiş idi.
İndi sandığa qoyaq bura. Qəşəng əşyalarım da yox deyə. Hər gedə-gedə, hər gün takip yığırıq biz. Bir gün oradan, bir gün buradan. Takip edənlərə də çox sağ ol deyirəm. Çünki yəni əziyyətlərimin qarşılığına abunə olub like atırlar deyə çox sağ ol deyirəm hamıya. 100 abunəyə az qalıb. 100 hamı abunə olsa çox sevinərəm. 100 abunəyə az qalıb. 100 abunə olanda kutlayacaq. 100 abunə qarşılıq. Üç tane dalbada geldi. Olmaz. 4. Bu seri bitti ya. Sonrası gelmeyecek. Yani bu sondu. Sonuncu bölümde bu da. Finaldı. Sonra yani nasıl istəsəz Manhunt da eləyə bilərik. Manhunt videosu gəlsin ən maraqlısı. Manhunt yo. Belə qorxu oyunu çəkəcəm. Yaxşı. 2 gün sonra qorxu oyunu paylaşacağım. Yaxşı söz verirəm sizə. Bir dənə də gəldi. 5-ci gün qorxu oyunu paylaşdım. Yine 4. gündü de ha. Şimdi yani şeydi de. Sabaha korku oyunu ya da 6. güne. 6. gün ya da 5. gün tam bilmirəm ama 6. gün %100'dür. Korku oyunu çəkməliyəm, sonra da paylaşmalıyam. Bu dəfə yanımızda Əli olacaq məncə. Çünki yəni oyuna videolar çəkirik də. Tek çəkmirik yəni. Tek mənası yoxdur. Yəni adamın komandası olduqda daha maraqlı olur. Çox. Maraq onda gəlir. Belə də gəlmir maraq. Məncə videolarımız maraqlıdır. Maraqlıdsa yorumlara yazardınız da. Axırda deyəcəksiniz ki, o qədər deyirsən ki, yorumlara bunu yazın. Axırda deyəcək kimsə bunu. Yani. Videomuza az qaldı. Qurtaracaq videonu. Deyil. Az qalıb sonlardı. Bu videonu da qutaraq. Qorxu oyununa keçək də çəkməyə. Bugünlər çəkəcəm. Sən nə sənə burada? Gəl elə girir içimə. İndi birazsa. Burada heyvanlar var. Nə baxırsan? Sürtümsüz. Şu aparaq şeyimizə. Deyə neydi adı? Deyə yerimizə. Düşmə ya. İmanla getdi düşdü. Sənə lazım idi düşmək. Deyin də qırılacaq. Deyə baxın. Orada görürsünüz. Diyanı burada. 70 yaşımız oldu ya işte. Horozlar da bizi qoymayacaq video çəkək. Bəsdir o uşaq. Qırıldı. Gəl bir daha yuxarı çıxsın, ondan qaşınlar. Qırıldı. Ayda bəsdir də. Hə. Az qalıb videomuz bitir. Sən... Ay uşaq bəsdir də. Video qoymaları çəkək. Bir də həyətə çıxmışam mən. Həyətdə çəkirəm. Evdə adam çox olduğuna görə, yəni. Gedək oyunlara baxaq, görək. Nə haldadır oyunlar. Mözsə, sizə orada gizli otaq gəlmişəm, oranı göstərim. Ayda, bəsdir ay uşaq. Ha, burada gizli otaq gəlmişəm, sizə göstərmək istəyirəm. Baxın.
Bu əşyaları yığmaq üçün bilsin nə qədər əziyyət çəkmişəm. Video qırağında. Bu da əşyalar asan deyil yığmaq. Hələ də asan deyil. Zümrütləri də qıraq. Ay çox bəsdir də. Videoda qoymaları çəkək. Heç olmasa bir video qoyun çəkək. Ona bağlayaq ən yaxşısı. Benim onu saçda bilər. Buranı da bağlayaq. Məncə videonu bitirək. Çünki çox oldu. Normal vaxtımızdan çox oldu. Bu xoruzların əlinə videomuz bura qədər olsun. Məncə zarafat. İndi bu blokları da qoyaq. Birini bura, birini bura. Yox, bizi qoymayacaqlar. Videonu məncə qutarmağa yox, bizi qoymayacaqlar %100. Bir dənə video çəkək. 32 dəqiqə video edəcəm, 31 dəqiqə olub. Bu günlərə 32 dəqiqəlik video planlaşdırmışam. İndi az qalıb vaxtımıza qutarmaqla. Mən də bu günlərdə məktəbə hazırlaşmalıyam. Məktəb vaxtı çatır. Buranı da bir gediyə baxam. Gəlmişəm, buraya heç yerə baxmamışam. Burada otaq var. Kravatları qıraq, getirək öz otağımızı qoyarıq. Bəs şimdi. Qorxu oyununu çəkməyimi istəyirsinizsə yazarsınız. Bu seri bitdi. Təkdaş blok bitdi. Başlasaq sıfırdan başlayarıq. Yəni istəyirsinizsə sıfırdan başlayaq. Yazın yorumlara başlayaq. Şimdi gedək. Bura kravatı qoyan kimi video bitsin. Videomuz onda. 10-15 saniye bitir. Bura qoyaq. Ən yaxşısı. Yox, bura qoyulmur. Onda bura və sonra onda videomuzu bitirə bilərik. Videomuz onda bura qədər idi. Vaxtınıza görə çox təşəkkürlər edirəm. Onda sağ olun, salamat qalın. Sağ olun.